Herkese salam, değerli izleyiciler. Çekiliş yerindeyim ve yeniden yeni bir yerin çekilişindeyim. Değerli izleyiciler, görürsünüz ki tamamıyla korkulu bir ərazideyim. Bu yer korkuluğun neyle ibarətdir? Ərazidə qeyri-adi heyvanların yaşadığını deyirlər və buna görə bu mekanı tərk edirlər. İçərisinə daxil olacağım. Çekilişimiz devam ediyor. Sizden isteğim kanala abone olun. Gördüğünüz gibi otaqların birindeyim ve hatta otaqların içinde bazı eşyalar da var. Əlavə bunda qeyd edeyim ki, məndən çəkmək, sizdən isə izləyib abone olmaq xahiş olunur. İndi isə yavaş-yavaş otaqlarımıza daxil olaq. Atılıp, qaçılıb hər şey. Fikir versəniz, stolun üstündə bəzi əşyalar vaxtiykən kimlərsə tərəfindən tərk olunduğu halda qalan əşyalardır. Değerli izləyicilər, görürsünüz tamamilə yararsız və bərbad vəziyyətdə televizor da var burada. Bir şey qeyd eləmək istəyirəm ki, kimse var burada. Kimse varsa işare verin. Wow, yarasa. Işık düştüğüne göre harekete başladı. İlerleyək. Çadırı itlər ürüşür. Wow, qorxulu və vahiməli. Görürsən bu əslidir yoxsa yox. Bəzi heyvanlar görürsünüz. Məncə bu əsli olmalıdır. Sadəcə bu metr yaradıb. İkinci mərtəbəyə qalxaq və ikinci mərtəbədə bizi nələr gözlədiyini görək. Kimse var burada. Korku atmosferi artmaya başlayır. Eşyaların hiçbiri götürülmüyor. Bu ise məni daha da korkutmaya başlayır. Çünkü buraya gelmemişten önce deyilmişdi ki, meşəli ərazidə bəzi qəribə məxluqların səsləri gəlir. Kimse var burada. Çekilişimiz devam ediyor ve gördüğünüz gibi tamamıyla xarabalıq halda olan bu yer vaxtiykən kiməsə məxsus olur. Mənə elə gəlir kimlərsə tərəfindən də bura dağıdılıb, çox güman. Çünki çox dağınıq vəziyyətdədir. Amma nədənsə əşyaların heç birini götürməyiblər. Burada her yerde şəkillər var. Əziz dostlar, çəkilişimiz davam edir. Nədir belə? Başqa otaqlara daxil olaq. Otaq biraz mənə sıxdı.
yuxarı görə bizi daha nə gözləyir? Kimsə var burada? Kimsə var burada? Sakitçilikdir. İlerləməyə davam. Burada da yenə keçən dəfəki çəkilişimdə baş verən stollar. Biri burada durur. Biri boşda durur. Mənə çatmayan məmalı bir şeydir ki bu. Biri burada durur. Önce qorxmağa başladım. Yuxarıya qalxacam ama burada axıram. Burada nə var? Burada güzgü var. Güzgüdə güzgülüyü almayıb. İlerləməyə davam. Öyle bir adam da yahudu. Kimse var burada. Adam yatağı yok güzgüdü. Değerli izleyiciler, çəkilişimiz hal-hazırda 7-ci dəqiqədir, 8-ci dəqiqəyə yaxın çəkilişimiz davam edir. Bir şəkilləri niyə saxlayırlar, çatmır, hardan gətirirlər, neynirlər, nətər edirlər. Məncə bu evdə vaxtı ikən kimlərsə yaşayıb, buranın insanları deyil. İndi isə bu yerləri tərk ediblər. Tamamilə bərbad vəziyyətdədir. Qaranlıq qalan bir yer qaldı, burada gedəcəm. Əziz dostlar, ikinci mərtəbə bayaqki dediyim balaca yer. Kimsə var burada? Lekanlar həmişə ehtiyatla qalxıram çünki qarşıma çıxacaq. Nələrin səhv olduğunu bilmirəm. Burası bir otaq. Değerli izleyiciler, köhnədən qalma bir telefon. Yəni indidən belə şeylər işlədən yoxdur. İndi ümumiyyətlə demək olar ev telefonu işlədən çox adamlar var. Burada daxil olma. Burada tamamilə bərbad vəziyyətə düşür. Yarasalardan ehtiyat edirəm. Bilmirəm, çəkindiyimdən, bilmirəm, ürkdüyümdən amma çox ehtiyat edirəm. Əziz dostlar, çəkilişimiz davam edir və aşağı mərtəbələrə düşürük. Gerək görək qarşımıza başqa nələr çıxır. Değerli izleyiciler, adı gedən meşəli ərazi budur. Və kimsə var burada? Səs eşitdim. Qorxu gəldi. Kimsə var burada? Dostlar. Qəribə bir heyvan səsi gəldi, amma bilmədim nə idi.
Belə bir əraziyə gəldim, çıxdım. Gözəl bir mənzərəyə açılır amma burası o deyil. Həmin yerin qutaracağıdır. Oradan daha doğrusu çıxıb gəlmişəm. Açıqlıq əraziyə çıxdım ki, hər hansı bir şey olarsa bilə bilim. Qorxulu və vahiməli ağaclardır. Kimsə var burada? Səs hələ də gəlir. Qoruyacam. Kimsə var? Değerli izleyiciler, bayaqki səs baba ərazidən gəlirdi. Kimsə varsa işarə verin. İndi isə yoxdur. Yenə də hər ehtimala ehtiyatımı qoruyuram özümlə. Təhlükəsizlik üçün bəzi əşyalar gətirmişəm. Belə ki, onlardan istifadə eləməyəcəm. Baxaq görək, nələr rastlaşırıq. Hərdən bir tek kart atır. Wow. Kimsə var burada, əziz dostlar. Hadi gedən meşə. Uzaqdan bir səs gəldi. Həmin səs yenidən təkrarlandı. Əziz dostlar, məkanı məxfi saxlayacağım. Məkan bizim ölkə ərazisindədir, amma bildirməyəcəm. Mayaqdır, köhnə mayaq. Və mən bu ərazidə tək tənha sizin üçün çəkiliş aparıram. Əziz dostlar, kanalımıza abunə olun, rəylərinizi videonun altında qeyd edin. Çəkilişi yekunlaşdırıram və yeni yerlərdə görüşmək